Səfəvi imperator geri gəlib qonşularla savaşsaydı nə olardı? Səfəvilərin ilk hədəfi Pakistan, Türkmenistan və Afganistan olardı. Bunları aldıktan sonra İraqa saldırıldı. İran aldıktan sonra qədim rəqibləri Türkiyənin Osmanlı və mirasçısı Türkiyəyə göndərdi. Səfəvi və Türkiyə arasındakı savaş çox böyümüşdü. Hətta belə olurdu ki, bir o alır, amma Səfəvi isə boş dayanmırdı. Böyük yerlər alır, amma Türkiyə yenə də bir şəkildə atır. Səfəvi təzədən bir torpaq alır, amma Türkiyə təzədən bunu dayandırır. Səfəvi buna çox hissləndi və dənizlərdən oraya çıxarma elədi. Çıxarmalardan sonra isə böyük savaşlar sonrasında Türkiyə işğal olunardı. Rusiya Səfəvi bölməsini təhdid olaraq görərdi və Səfəvi Rus torpaqlarına böyük taarruzlar verərdi. Rusiya ilk olaraq Türkiyənin və digər ölkələrin hər şeyini çıxarıb, sonra isə Rusiya Səfəviyə savaş elan elədi. Qış aylarının başlaması ilə bərabər Səfəvilər bozguna uğrayıb işğal olunurlar.